Herkese salam. Bugün sizlerle birlikte Riyaziyyat KSGS'nin nümunəsini yazırıq. Demiştim ki, Shorts'ın tam versiyası burada var. O Shorts'da olan video şəkil səhv hazırlanıb KSG. Onun için de burada oraya sığmadı diye başka üzr verdim orada. Buradan gelip baxa bilərsiniz. Burada cavabları yazacağım. Komentar üstündə də yaza bilərik. Birinci biz bunu hesablayaq. Birincide deyək ki, A 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 kimi, B'də 2, 4, 6, 8, 10. Birincide deyək ki, A'da A ilə B'ni yaz. Kəsişməsin. Kəsişməsini yazırıq deyə. Mən burada cavablarını yazıb komitədə işarələyəcəm. Burada ortaq olan 2, 4, 2, 4, 6, bir də 8, 10 var. Yəni B'də olan bütün hamısı burada var. B'də isə A'dan B'ni çıxar. Yəni ki, orada 2, 4, 6, 8'i oradan çıxarmalıyıq. 1, 3, 1, 3, 5, 7, bir də 9. Aha. Bunları yazdım. Size de göstereyim. Şimdi biz burada da yaza bilərik. Görək yaza biliriksə. Məsələn. Buradakı qələmlə də yazaq. 2. Mən bu qələmlə işləyə bilmirəm ki. Qara şey götürək. Neyse, dəftərdə yazırıq onsuz. İkinci sual. Bu test böyle karma karşılıklı ele hazırlanmışam. Bir taraf sığmır diyor, bu taraf biraz karışıktı ama olabilir. Sonra ikinci tapşırık. Bir, 3, 5, 7, 3, 4, 5, 8. Bunların birleşmesini istiyor bize. Onun için birinci 1, 3, 5, 7, 9'u yazırıq. Sonra eyni olmayanları, onun içinde olmayanları ondan çıxardıb bu tarafa A'ya veririk. Bu da olur A 1, 3, 5, 7, 9, 4, 8. Burada. Üçüncü sual. A'da A, B, C, D, B'de ise B, D, E, F. Deməli ki, burada A'nın B'nin ortaklarını seçirik. Burada var A, D'nin təkcə burada D var. Ortak olan. Onun içində onu yazır. Tapşırıq 4. Dördüncü bir tane düşüyor. A'ya 2, 4, 6, 8, 10. B'ye 3, 6, 9, 12. Bunların ortaklarını seçmemizi istiyor bizde. Onun için burada var. 2 yoktu. 4. O bir seferde de yoktu. 6 var. Anladım. Bir kesişmesi. 6. Tekste burada 6 var. Keçdik 5'e. Tapşırıq 5. A'ya 1, 2, 3, 4, 5. B'ye 2, 4. C'ye 1, 5. Burada indi bizdən A'dan B'ni çıxmaq. Üstə də gəl C'nin kəsişməsi. Yox, C'nin kəsişməsi. Onun üçün birinci A'dan B'yi çıxmalıyıq. A'dan B'ni çıxanda qalır 2'nin 4 çıxdı. 1, 3, 5. 3, 5. Şimdi bunun da C'de birleşmesi yok. Ortaklar varsa C'de var 1, 5. Burada da var 1, 5. Onun için yazırıq 1, 5'i. Keçdik. Size de göstereyim. İkinci, üçüncü, dördüncü, bu da beşinci. Tapşırıq tapşırıq 6 ya. Tapşırıq 6.
Burada bize sual verir. 1, 2, 3, 4, A'ya, B'ye 3, 4, 5, 6, C'ye 4, 5, 7. Burada bizden istəyir ki, A'nın B'ni kəsişdir və C ilə birləşdir. A'nın B birləşdir. Birinci, AB'də ortak olan 4, bir də 3 var. 4 ilə 3. Ondan sonra C ilə də birləşdirməliyik. 4, 3, 4 var, 5 yoxdur, 7 də yoxdur. Keçdik 7-yə. Tapşırıq 7. Burada bize deyir ki, A'ya 5, 6, 7, B'ye ise 6, 8. Burada bizden soruşur. Bunun içinde var 6, 8. Yani onun içinde var. Yazırıq ki, 6 bir de 8. Keçdik tapşırıq 8'e. 8 bu tərəfdədir. A'ya 1, 2, 3, 4, B'ye 2, 3, 5, C'ye 1, 3, 4, 6. A'nın B'nin kəsişməsi. A'nın B'nin kəsişməsində ortaklar 2, 3. A'nın B'də A'nın B'ni kəsişdir, C'yə birləşdir. A'nın B'nin kəsişməsini yazdık 2, 3. C'yə də birləşdirdikdə 2, 3 çıxırıq. Təkcə burada 3 var. Onun üçün 1, 4, 6'nı əlavə edirik. Keçid 9'a. 9'a bu tərəf. 9 tərəf. Deməli, A'nın B'nin kəsişməsini istəyir bizdən. Yox, birləşməsini. Burada var 2, 2, çapda səhv düşüb. 2, 4, 6. Burada 1 yoxdur. 3 də yoxdur. 1-dən 3 yox idi. Keçdik tapşırıq ona. Tapşırıq onda. A'ya A, I, O, U, B'də A, B, C, D, E. Burada bizdən kəsişməni istəyir. Onun üçün də A'nın B'nin kəsişməsində var ortak A, E, I yoxdur, O yoxdur, U da yoxdur. Deməli, təkcə burada A'nın E-miş cavab. Keçdik tapşırıq 11-ə. Tapşırıq 11 yoxdur deyəsən. Çapına səhv gedib. Rəqəmlər səhv düşürük. Olsun 12. Keçdik məsələlərə. Sinifdə 30 şagird var, 18 nəfər rezdə sevir, 12 nəfərin gidirsə, 7 nəfər isə hər ikisini sevir. Suallarımızda. Birinci mən bunu Venn diaqramı ilə yazıram. Sinifdə hamısı 30 nəfərdir. 18 nəfər riyaziyyatı, üstəgəl 12 nəfər ingilisi, 7 nəfər ki, 7 nəfərsə hər ikisi. Oldu 37 nəfər. Deməli, 7 nəfər hər ikisini sevir deyə ortaya yazırıq. İndi 18-in içində 7-si hər ikisini sevirsə, 18-in 7 çıxanda 11. 12-in içində 7 nəfər hər ikisini sevirsə, qaldı 5. Qaldı 5. Burada nəsə səhvlik oldu kimi görsənir. Bir tərəfdə 12. A'da yalnız riyaziyyat sevən neçə nəfərdir? 11 nəfər. Çünki 7 nəfər hər ikisini sevir. B'də yalnız ingiliscəni sevən neçə nəfərdir? Orada da 5 nəfər. Çünki yalnız deyir. C'də heç birini sevməyən neçə nəfərdir? Deməli, indi orada oldu ki, bizdə 11, 7, bir də 5. Bunlar toplayırıq 18, 20. Deməli 7 nəfərdə heç birini sevmirmiş. Keçdik tapşırıq 13-ə. 13-də bitirək. Burada bizdən soruşur.
A'ya 1, 2, 3, 4, 5, 6, 7, B'ye 2, 4, 6, 8, C'ye 1, 3, 5, 7. A'nın B'nin kesişməsi. A'nın B'nin kesişməsində ortaqları seçirik. Orada 2, 4, bir də 6 var. B ilə C'nin kesişməsində eyni olan ortaqlar 1 yoxdur, 2 yoxdur, 4 yoxdur, 6 yoxdur, 8 yoxdur. Deməli bu boş çoxluqdur. Onun üçün boş çoxluq yazırıq. B ilə C'nin. Yo, burada A ilə C'nin birləşməsiymiş. A ilə C'nin kesişməsi birləşməsi yox. A ilə C'nin kesişməsində 1 var, 3 var, 5 var, 7 var. Demək hamısı da var imiş. B ilə C'nin kesişməsində indi dedik heç bir yoxdur deyə boş çoxluq yazırıq. 15-ci sual. Bir məktəbdə 50 şagird var. 28 nəfər riyaziyyat kursuna gedir, 22 nəfər ingilis dili kursuna gedir, 12 nəfər isə hər iki kursa gedir. Sualla. Neçə nəfər yalnız bir kursa gedir, neçə nəfər heç bir kursa getmir. Deməli, bunu da Venn diaqramına çəkəcəm. Məktəbdə bütövlükdə 50 şagird var. 28 nəfər riyaziyyat üstə gəlir. 22 nəfər ingilis dili, 12 nəfər isə hər iki. Deməli, bu oldu 50, 62. 50-dən də, yox, 62-dən də 50-ni çıxırıq 12. Deməli, heç biri 12 nəfər heç bir kursa getməmiş. Onda birinci Venn diaqramın ortasına 12 yazırıq. Ondan sonra 28-dən 12 çıxanda qalır 16. 22-dən də 12 çıxanda qalır 10. 4 çəkir. Bunun için 12 yazırıq. Bunu toplayaq görə əldə edeyim. 12, 12, 24. Üstə gəl 16. 40, 40'ın üstü 10, 50. Deməli, birinci sual. Neçə nəfər yalnız bir kursa gedir? Deməli, 16 ilə 10 toplayırıq, eləyir 26. İkinci. Neçə nəfər heç bir kursa getmir? 12 nəfər. Kesəgimiz bura qədərdir. Kim hansı kesəgəni istəsə, yorumları yaza bilər. Məsələn, 7-ci, 6-cı, 5-ci, 4-cü, neçənci sinif istəyirsənizsə, onların haqqında kesəgə hazırlanıb YouTube-da verilə bilər. Bizim o məsələnin misalı da belə yazmışam. Digər məsələ belə. O birisilər hamısı dəftərdir. Kesəgimiz bura qədərdir. Hamınız çox sağ olun. Hansı kesəgə istədiniz yaza bilərsiniz.